Salam aleykum əziz izləyicilər. Necəsiz? Allahın mərhəməti üzərinizə olsun inşallah. Salih'i soruşsunuz. Salih hələ özünə gəlməyib tam. Bunu dünə çəkdiyimdir. Bu günləri safsın birini itirib. Danışmır, yemir, gəzmir hələlik. İnşallah ki, yaxşı olar. Arada məni özünə həsrət qoyur. Danışığına, yerişinə. Bir həftələrlə belə sürür. İnşallah ki, yaxşı olar Allahın izni ilə. Canlım ona görə olmadı ki, yəni Salih'e görə canlımı aça bilmərəm. Yəqin ki 2-3 gün canlım olmayacaq. Amma çəkdiyim şortlar var, videolarım var. Dünən İsa çəkdiyimlərim, onları təqdim edəcəm Allahın izni ilə. İnşallah ki, yaxşı olar. Salih birdən-birə olur belə. Durduğu yerdə, gəzdiyi yerdə beyin pozulur. Ona görə həkimlər həmişə deyir ki, tək qoymaq lazımdır onun. Birdən-birə qan axması baş verə bilər. Ona görə hər zaman yanındayam. Mənə çoxsa deyir ki, niyə işləmirsən? Mənim özümün peşəm var. Özüm oxumuş bir xanımam. Amma ki, onlayn işləyirəm mən. Mənim işim də, dərsim də onlayndır. Mən Salih'i heç kimə üsbət edib gedib işləyə bilmərəm. Əsas mənim işim, gücüm, varım, dövlətim Salih'dir. Pul, para, ev, eşik, maşın, hər şey boşdur uşaq xəstə olandan sonra. Bunu anlayanlar bilir. İnşallah ki, də Salih yaxşı olsun. Mənim ən böyük zinətim, varım, dövlətim Salih'in yaşamağıdır. Hər bir başa düşən ana üçün ən əfsəli, ən öncəsi onun övladıdır. İnşallah ki, də yaxşı olar Allahın izni ilə. Allahın mərhəməti ilə. Salih yaxşı olsun, özünə gəlsin, yenə gülsün, danışsın, narışın eləsin mənə. Mən ona dözərəm hər bir şeyinə. Allahın izni ilə. Nə deyim ki, heç nə. Allah özü mərhəmət eləsin, rəhm eləsin. Bütün xəstə balalara şifa mərhəmət eləsin. Evladı üçün çalışan, vuruşan valideynlər üçün, istəyir ana üçünsə, ata üçün gözü dağ olmasın inşallah. Elə analar var, bəli. Evladları istəyir sağlam, istəyir xəstə. Evladlarına vilimatilini vermirlər. Amma elə analar da var, uşaqlarına görə həyatını məhv ediblər. Həyatdan əl çəkiblər. Sağlamlığını veriblər. Onlar daha da yaxşı anadılar, atadılar. Cəmiyyətlə çıxırıq, görürük biz. Valideynləri görürük, vallahi. Ona görə uşaqlarınıza dəyər verin. Sağlamlığına fikir verin. Başqa söz yazmayın, xahiş edirəm sizdən. Salih'e iltiması dua eləyin, mənim üçün yetərlidir. Allah hamımızdan razı qalsın. Allahın nəzəri üzərinizdə olsun. Bəli, YouTube'da ona görə varam ki, mən də pul qazanmaq istəyirəm. Büdcəmi böyütmək istəyirəm. Burada nə var ki, halal yolla büdcəmi böyütmək istəyirəm. Haram yolla eləmirəm mən. İnşallah ki, də yaxşı olar. Bir də deməyin ki, hicablıdır, dindardır, bu nə hərəkətdir. Onları deməyin. Suizan edirsiniz. Hərənin günahı öz boynuna. Hərənin elədiyi hərəkət öz boynuna. Biz özümüzdən arxayınıq. Siz narahat olmayın. Allah kömək olsun inşallah. Allah hamımızı hidayət eləsin. Sizlər də, bizlər də onun içində inşallah. Amin. Allah'a əmanət olun. Allah nəzərində olasınız. Dualarınızı əksik eləməyin. Yaxşı ki, mənim daimi izləyicilərim var. Qəlbi təmiz, müminə, bacı qardaşlarım var. Allah hamımızdan razı qalsın. Bir də mən heç vaxt Salih'e belə çəkməmişdim. Soruşanlar var. Yəni Salih'in durumu budur. İnşallah üzünə gəlsin, onun sevincini də çəkərəm. Yerişini də çəkərəm, gülüşünü də çəkərəm inşallah. Amin. Allah'a əmanət olun.